Teşekkür ederim əziz İmişli xanımları, İmişlinin ziyalı xanımları. Xoş gəlmişsiniz. Bizim bugünkü tədbirimizdə iştirak elədiyiniz üçün öncədən təşəkkürümü bildirirəm. Belə isti havada, belə çətin havada vaxtınızı, zamanınızı sərf edib, maraqlanıb gəldiyinizə görə təşəkkür edirəm. Məlumat üçün bildirim ki, bizim bugünkü layihəmiz, bugünkü sizə təqdim elədiyimiz mövzu ölkə üçün çox strateji əhəmiyyətli bir məsələdir. Təsadüf edir ki, bu deportasiya qurbanlarına dəstək, soyqırım qurbanlarına dəstək ölkənin ən ciddi artıq prioritet sahələrinə, prioritet müzakirə mövzularından biridir və bununla bağlı dövlət yalnız Azərbaycan daxilində deyil, bütün beynəlxalq səviyyədə öz dəstəyini göstərir. Bizim bu təşkilatımızın layihəsinə dəstək verən qrup Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyidir və agentliyə və onun rəhbərliyinə də minnətdarlığımızı bildirir ki, belə bir mühüm, əhəmiyyətli seminarımız üçün bizim məqsədə müvafiq hesab edib, vəsait ayırıb. Eyni konferansı, bax bu sizinlə düzənlədiyimiz bugünkü seminarın eynisini 27-si, 26-si, 27-si iyun tarixində bir həftə bundan öncə deyəlim, Türkiyə Cumhuriyyətində, İstanbul şəhərində keçirmişik. Əsas burada hədəflərimiz nədən ibarətdir? Hədəflərimiz ondan ibarət ki, bugünə qədər Azərbaycan dövlətinin vətəndaşları, Azərbaycan türk soylu vətəndaşlarımız indiyə qədər çox saylı dövrlərdə deportasiya və soyqırıma məruz qalıblar. Təəssüflər olsun ki, Sovetlər dönəmində biz bu deportasiya və soyqırımları demək olar ki, dilimizi ala bilməmişik. Bu Sovet komünist rejiminin özünün öz diktəsi ilə baş verib, özünün öz qapalı bir qurduğu sistemin nəticəsi idi. Hətta biz qonşu dövlətlərimizlə Cənub Azərbaycanın olduğu ilə bağlı, Türkiyə Cumhuriyyətinin olduğu ilə bağlı, eyni dil, eyni din daşıyıcılarımızın olduğu ilə bağlı belə bizim məlumatlarımız yox idi. Və o qapalı rejimin təsirləri altında Azərbaycan xalqı kifayət qədər ciddi soyqırım hadisələri ilə üz-üzə qalıb. Yalnız Azərbaycan xalqları deyil, yəni türk dilli xalqlar olan, türk mənşəli, türk kökənli xalqlar olan digər xalqlar da soyqırım demək nəticəsində yüzlərlə, minlərlə insanlarımız, ziyalılarımız həyatını itirib, sürgünlərə məruz qalıb. Hüseyin Cavidin həyatı hər birimiz üçün bir nümunədir. Mikail Müşfiqin həyatı hər birimiz üçün bir nümunədir. Qazaxstana sürgünlər olunub, Sibirə sürgünlər olunub və biz bu tarixi yaşaya-yaşaya nəsillərə ötürə bilməmişik. Evlərimizə ötürə bilməmişik. Ailələrimizi ötürə bilməmişik. Və nəticə etibarı ilə bu soyqırım prosesi illər ərzində davam edib. Və nəhayət biz müstəqil bir dövlət olduqdan sonra ölkənin tam olaraq Rusiya sınırlarından aralaşdıqdan sonra bizim nəhayət imkanlarımız yaranıb ki, bax bu hadisələrlə bağlı, bu baş verən dəhşətli terror və soyqırımlarla bağlı geniş ictimaiyyətlə burada müzakirə edə bilər. Və mən məmnunam ki, özüm də İmişli yetirməsiyəm, mən də bu rayondan sakiniyəm, burada böyüyüb başa çatmışam və mən də həmişə çalışmışam ki, belə layihələrimiz olanda, sosial layihələrimiz olanda bunu öz rayonumuza da ən azından bir neçə seminarı öz rayonumuzda eləyək. Mənim adım İlqardır, soyadım Hüseynlidir. Dəfələrlə burada biz Heydar Əliyev mərkəzində, Gənclər mərkəzində İmişli gəncləri ilə birgə narkomaniya və onun fəsadları ilə bağlı mən seminarlar eləmişəm İmişli gənclər. 200 nəfər gənclər iştirak edib Heydar Əliyev elə bu yaxınlarda mərkəzində. O cümlədən erkən nikah və onun fəsadları ilə bağlı gənclərimizlə çox maraqlı müzakirələrimiz olur. Dini radikalizm və radikalizmə qarşı mübarizə ilə bağlı gənclərimizlə çox maraqlı bizim müzakirələrimiz olub. Yəni mən hər dəfə çalışmışam ki, İmişli bir region olaraq, bizim bir pilot regionumuz olaraq hər zaman mən öz töhfəmi bu və digər formada İmişliyə verə biləm. Əgər bunu bacarıramsa, bu mənim üçün çox məmnuniyyətdir, şərəfdir. Hərənin bir sahəsi var, biri bizneslə məşğuldur, biri nə bilim, bina tikir, biri digər işlərlə məşğuldur. Hərə hansı öz bacardığı sahədən töhfə verə bilirsə öz məmləkət üçün, mənim də çalışdığım iş bundan ibarətdir və mən də çalışıram ki, bu sahədə öz töhfəmi
rayonumuz üçün verirəm və buna görə də burada sizlərin iştirakı bu töhfənin bir parçasıdır. Mən əminəm ki, burada əldə olunan məlumatların çoxsunu bilirsiniz, amma biz o məlumatları yeniləyək, bu məlumatları təzələyək. Bu məlumatları, bax, burada oturan hər bir şəxs sonra gedəcəksiniz evdə, məsələn, oğlunuz, qızınız, nəvəniz sizdən soruşacaq ki, nənə, ana, nə öyrəndi, nə idi, nədən söhbət getdi? Ən azından siz eşitdiklərinizdən bir cümlə, bir abzasda belə o, demək ki, öz evdəki ailə üzvlərinizə çatdırsanız da bu da bizim üçün böyük bir işdir. Mən düşünürəm ki, bunu davam etdirmək lazımdır. Bilirsiniz ki, soyqırım deportasiya məsələlərində daha çox Azərbaycanlılar Ermənistandan bu deportasiya məruz qaldılar. Bunun mərhələləri ilə bağlı, tarixi gedişatı ilə bağlı ekspertimiz məlumat verəcək sizə. Mən sadəcə olaraq bu çıxışın bir salamlama nitqidir. Mən gördüyünüz bu Sosial Strateji Tədqiqatlar Analitik Araşdırmalar Birliyi mənim rəhbərlik etdiyim təşkilatdır. 25 ildir fəaliyyət göstəririk Azərbaycanda və Azərbaycandan kənarda beynəlxalq səviyyədə fəaliyyət göstəririk. Bu baxımdan mən düşünürəm ki, sizinlə olan bugünkü diskusiyamızda maraqlı olacaq. Əminəm ki, diqqətlə bu məsələdə bir-birimizi dinləyəcəyik. Əgər suallarınız olursa, suallarınızı verəcəksiniz və mən deportasiya ilə bağlı, bu tarixi xronologiya ilə bağlı sizə məlumatı məmnuniyyətlə bizim hörmətli hüquq departamentinin rəhbəri Əli bəy məlumat verəcək. Əli bəy, elə adı Əli bəydir ha, yəni bitişik. Əli bəy məlumat verəcək. Əli bəy ilə bağlı deyim sizə ki, Əli bəy Ankara Universitetinin hüquq fakültəsinin məzunudur. Tallinn Universitetinin hüquq fakültəsində təhsil alıb. Hal-hazırda İtaliya Respublikasının Bologna Universitetində hüquq fakültəsində magistr pilləsində təhsilini davam elətdirir. Eyni zamanda bir neçə hüquq sahəsində elmi beynəlxalq məqalələrin və araşdırmaların müəllifidir. Gəncdir, gənc imişli balasıdır da. Gənc olmasına baxmayaraq çox yaxşı belə deyək, pillələrə gedib çıxır və davam etdirir. O cümlədən də bugünkü tədbirimizlə, məhz bugünkü təqdimatımızla onun belə deyək, yaradıcılığı ilə, onun təqdimatı ilə baş tutacaq. Bir kiçik, əgər hər hansı bir qüsurlu məqamlar olsa, onda qüsurunu keçərsiniz. Olmasa, diqqətlə bir dinləyək, görək nə baş verib, necə olub, həyatımızda hansı illərdə nələr olub, onu bir daha tarixi ardıcıllıqla biz davam elətdirək, dinləyək və bu da bizim soyqırım və deportasiya qurbanlarına növbəti bir addımımız, növbəti bir dəstəyimiz olsun. Təşəkkür edirəm dinlədiyinizə görə, var olun. Buyurun, Əli bəy, buyurun, söz sizə verin. Əli bəy Hüseynzadə, mən deyim sizə, maraqlı ki, Əli bəy Hüseynzadə ilə bu arada müzakirəmiz olub, elə məhz o adı, valideynlər də Əli bəy Hüseynzadənin şərəfinə olaraq o adı qoyub və düşünürəm ki, doğru da seçim olub. Buyurun. Salamlayam mən də hər kəsi. Təşəkkür edirəm. Deməli, bugün Qərbi Azərbaycanlıların deportasiyasına həm tarixi müstəvidən, həm də bu qayıdışa beynəlxalq hüquq müstəvisindən yanaşacağıq. Qərbi Azərbaycanlıların deportasiyası təbii ki, tariximizin və kollektiv yaddaşımızın ən mühüm mövzularındandır və onların doğma yollarına qayıdış hüququ və bu məsələnin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi barədə bugün mən çıxışımı eləyəcəm. Tarix bunu göstərir ki, məcburi köçürmə, deportasiya və etnik əsaslara dayalı əhalinin öz torpaqlarından çıxarılması təkcə müəyyən bir xalqın deyil, müxtəlif regionlarda yaşayan xalqların üzləşdiyi faciələrdən olmuşdur. Və bu hadisələr yalnız demoqrafik dəyişiklik yaratmır, eyni zamanda mədəni irsi və kollektiv yaddaşı və insan hüquqlarını xüsusən dərindən maraqlandırır. Hansı ki, soyqırım beynəlxalq insan hüquqları baxımından ən böyük cinayətlərdən biridir. Bir dövlətin və ya bir qrupun işləyə biləcəyi ən böyük beynəlxalq cinayətlərdən biridir. Qərbi Azərbaycan adlandırılan ərazi bugünkü Ermənistan Respublikasında sərhədləri daxilində yerləşən və tarixən etnik Azərbaycanlıların sıx yaşadığı bölgələri əhatə edir. Və bu bölgələrdə 19-cu əsrdən başlayaraq baş verən geosiyasi dəyişikliklər, Rusiya imperiyasının Qafqaz siyasəti və sonraki dövrlərdə yaranan milli münaqişələr çox böyük təsirlər buraxıb, etnik tərkibinə ciddi təsirlər də buraxıb. Ən böyük proseslər başlayır təbii ki, 20-ci əsrin əvvəllərində
Rusiya imperiyasının dağıldığı dövrdə və bu dövrdə bilirsiniz ki, 1905-1918-ci illər arasında yeni bolşevik hökuməti qurularkən erməni bolşevikləri və rus bolşevikləri birlikdə İrəvan ərazisində və Bakı və ətraf ərazilərdə Azərbaycan xalqına qarşı kütləvi şəkildə soyqırım aktları törədirlər və yüz minlərlə Azərbaycanlı həyatını itirir və yaşadığı yurtları itirir. Amma iki mühüm mərhələ 20-ci əsrdə Qərbi Azərbaycanlıların deportasiyası ilə bağlı iki mühüm mərhələ var. Hansı ki, birinci mərhələ başlayır 1948-ci il, bitir 1953-cü illərdə. Bu dövrlərdə SSR rəhbərliyinin qərarı əsasında həyata keçirilən bir köçürmə siyasəti var. 10 minlərlə Azərbaycanlı Ermənistan SSR-dən Azərbaycan SSR-yə, Kür-Araz ovalığına məcburi şəkildə köçürülür. Və hansı ki, bu çox böyük fəsadlara yol açır. Çünki dağlıq ərazilərdə yaşamağa öyrəşmiş etnik Azərbaycanlılar bu Kür-Araz ovalığına köçdükdən sonra bir neçə xəstəliklə məruz qalır və öyrəşə bilmir yeni yerə və həyatını itirir 10 minlərlə Azərbaycanlı. Və bu proseslər Sovet dövlətinin qərarları ilə keçirilsə də, əhalinin böyük hissəsi üçün faktiki olaraq məcburi xarakteri daşıyır və onlara heç bir seçim haqqı verilmədən məcburi şəkildə öz yaşadıkları yurtlardan köçürülürlər. İkinci mərhələ isə 1987-91-ci il daha modern tarixi əhatə edir və SSR-nin dağılması ərəfəsinə təsadüf edir və yenə də Ermənistanda yaşayan Azərbaycan əhali kütləvi şəkildə evlərini tərk etməyə məcbur qalır. Və bu ikinci böyük mərhələnin nəticəsində Ermənistandakı etnik Azərbaycan icması tamamilə artıq Ermənistan torpaqlarından çıxarılır və etnik Azərbaycanlı sayısı müstəqil Ermənistan Respublikasında sıfıra qədər düşür bu son deportasiyalar nəticəsində. Və bu məsələyə beynəlxalq baxımdan yanaşdıqda təbii ki, bir neçə xüsusi əhəmiyyət daşıyan maddələr var, beynəlxalq müqavilələrdə tənzimlənən. İlk növdə İnsanlıq Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 13-cü maddəsi hər bir şəxsin öz ölkəsinə qayıtmaq hüququnun olduğunu təsbit edir. Bundan başqa mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktda da şəxsin öz ölkəsinə daxil olmaq hüququnun əsassız şəkildə heç cür məhdudlaşdırıla bilməməsi nəzərdə tutulur. Bundan başqa məcburi köçkünlərin və qaçqınların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz yurtlarına, öz evlərinə geri qayıtılması prinsipi, həmçinin də BMT praktikasında və beynəlxalq humanitar hüquqda qəbul olunmuş əsas yanaşmalardan biridir. Və onu da qeyd etmək lazımdır ki, qayıdış hüququ yalnız fiziki şəkildə geri dönmək demək deyil. Bu hüquq həmçinin təhlükəsizlik təminatını, mülkiyyət hüququnun müdafiəsini, hansı ki, bu insanlar həmçinin yenə də ən böyük hüquqlarından biri olan mülkiyyət hüquqlarının ciddi zərbələrlə onlar öz evlərini, öz mülklərini itirirlər və həmçinin ayrı seçkiliyin aradan qaldırılması və mədəni irsin qorunmasını da əhatə edir. Son illərdə Azərbaycanın Qərbi Azərbaycanla bağlı tutduğu siyasi mövqedən biraz danışmaq istəyirəm. Birbaşa ölkə prezidentinin qərarı ilə imzalanmış bir qayıdış konsepsiyası var, hansı ki, hal-hazırda bizim üçün çox önəmlidir, xüsusi əhəmiyyət kəsb edir və qayıdış konsepsiyası dokumentində əsas məqsəd Ermənistan ərazisinə çıxarılmış Azərbaycanlıların beynəlxalq hüququnun norm və prinsiplərinə uyğun şəkildə ləyaqətli, təhlükəsiz və könüllülük əsası ilə öz yurtlarına geri qaytarılmasının təmin edilməsidir bu konsepsiyada əsas məqsəd. Və bu zor tətbiqi ilə yox, dialoq və beynəlxalq hüququn prinsiplərinə mütləq uyğun şəkildə həyata keçirilməlidir konsepsiya uyğun olaraq. Və bu konsept dokumenti heç bir şəkildə onu vurğulamaq lazımdır ki, Ermənistana bir ərazi iddiası ilə çıxış etmir və hətta ölkə prezidentimiz İlham Əliyevin də bununla bağlı dəfələrlə çıxışı var ki, hansı ki, bizim yeritdiyimiz qayıdış konsepsiyası bir ərazi iddiası deyil, tamamilə beynəlxalq hüququn prinsiplərinə və qonşu dövlətlə dialoq əsasında, dialoq şəklində baş tutacaq bir geri qayıdış prinsipidir, geri qayıdış planıdır və heç bir halda Ermənistan Respublikasının ərazi bütövlüyünə hücum və yaxud da bir şey yoxdur burada. Deməli, daha bir mühüm məqam ondan ibarətdir ki, tarixi məqam ondan ibarətdir ki, Qərbi Azərbaycanlıların hüquqlarının dövlət səviyyəsində siyasi və hüquqi müstəvidə tanınması ilk dəfə Respublikamızın azadlığından sonra sistematik xarakteri daşımışdır
və xüsusilə mərhum prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 18 dekabr 1997-ci il tarixli bir fərman var, hansı ki 1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi surətdə deportasiyası haqqında fərman vurulub. Və bu fərman niyə görə çox önəmlidir? Çünki bu fərman ilk dəfə Azərbaycanın bu məsələyə dövlət səviyyəsində siyasi və hüquqi bir qiymət verilən sənəddir. Yəni bu sənədə qədər Azərbaycan heç bir şəkildə, rəsmi şəkildə dövlət səviyyəsində bu soyqırıma və deportasiyaya hüquqi qiymət verməmişdir. Və həmin deportasiya faktının araşdırılması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu hadisələrin hüquqi siyasi aspektlərinin öyrənilməsi bu fərmanda əsas rol oynayırdı, əsas yer alırdı. Və yenə də təbii ki, təhlükəsiz, könüllü və ləyaqətli qayıdış məsələsi məhz ilk dəfə bu fərmanla birlikdə beynəlxalq ictimaiyyətin gündəminə gətirilmişdir. Deməli, Qafqaz xalqlarının Rusiya imperializmdən bənzər formada çəkdiyi problemlər çox olub, hansı ki, insan hüquqlarını ciddi zədələyən və bu imperialist siyasətin qurbanlarından biri də həmçinin Çərkəz xalqları olub, hansı ki, Qərbi Azərbaycanlılarla çox oxşar bir talih yaşayıblar, çox oxşar bir tarix yaşayıblar. Və onlarda da 1864-cü ildə Qafqaz müharibəsi başa çatdıqdan sonra yenə yüz minlərlə Çərkəz öz doğma torpaqlarından sürgün edilib və Osmanlı İmperiyasına köçürülüb Rusiya İmperiyası tərəfində. Və bu iki deportasiya faktının bir neçə oxşar cəhətləri var, hansı ki, hər iki halda insanlar öz tarixi yaşayış yerlərini tərk etməyə məcbur qalıblar. Hər iki hadisə nəticəsində bölgənin etnik demografik strukturu ciddi şəkildə dəyişib. Yəni, bölgədə faktiki olan etnik nüfuz önəmli şəkildə azalıb. Çərkəz nüfuzu və Qərbi Azərbaycanlı nüfuzu və mədəni irs və tarixi yaddaş böyük zərər görüb və bundan sonraki nəsillər arasında doğma torpaqlara qayıdış arzusu kollektiv kimliyin mühüm bir parçasına çevrilib hər iki toplumda. Bugün isə beynəlxalq ictimaiyyət qarşısında hansı vəzifə durur? Keçmiş münaqişələri yeni qarşıdurma mənbəyinə çevirməmək, insan hüquqları və barışıq prinsipləri əsasında davamlı həll yolları tapmaqdır. Beynəlxalq ictimaiyyət qarşısında duran əsas öhdəlik və Cənubi Qafqazda uzun müddətli sülhün bərqərar olmasını əgər biz istəyirsə, bütün məcburi köçkünlər öz tarixi yurduna məhz bu beynəlxalq hüquq prinsipləri əsasında geri qayıtmalıdır. Və ümid edir ki, gələcəkdə regionumuzda artıq sülh və qarşılıqlı etimad və qarşılıqlı diyaloq şəklində davam edən qonşularla münasibətlərimiz olar. Hansı ki, düşünürəm ki, hazırdakı Ermənistan hökumətinin də artıq revanşizm, qisasçılıq siyasətindən uzaqlaşıb diyaloq siyasətinə yaxınlaşmağı bizə bu konsepsiyanı və bu geri qayıdışın diyaloq və sülh yolu ilə mümkün ola biləcəyini daha da ümidləndirir və daha da gələcək üçün bizi ümid verir bizə. Ümid edirəm ki, elə bu xəttdə də davam edəcək. Çox təşəkkür edirəm sizin dinlədiyiniz üçün. Əli bəy, təşəkkür edirəm, mən də çox sağ olun. Bu maraqlı tarixi ardıcılıqla olan təqdimatınız düşünürəm ki, faydalıdır. Azərbaycan bilir 44 günlük savaşdan sonra, o cümlədən antiterror əməliyyatı 2023-cü ildə baş verdikdən sonra Allah o torpaqlar uğrunda canını fəda etmiş bütün gənclərimizə, bütün soydaşlarımıza, bacı qardaşlarımıza, hamısına rəhmət eləsin. Onların qəhrəmanlığı təbii ki, unudulmazdır. Amma 44 günlük savaş bitdikdən sonra və antiterror əməliyyatı və nəticə etibarilə Ermənistanın, erməni vətəndaşlarının, erməni millətindən olan insanların ərazimizi tamamilə tərk etməsi Azərbaycanın Qarabağ bölgəsinin tam olaraq müstəqilliyinin və belə deyək ki, ermənisizləşməsinin nəticəsinə gətirib çıxartdı etibarilə. Və bu savaşın nəticəsində də biz artıq o mərhələyə gəldik, çatdıq ki, tam olaraq sərhədlərimizin delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra yəqin ki, orada sərhədlərimiz möhkəmlənəcək, yəqin ki, gömrük məntəqələrimiz tikiləcək, böyük sərhəd postları olacaq və biz yəqin ki, tarixin o köhnə illərdən olan dərslərimizi
yeniləməli olacaq, ibrət dərsi götürəcək ki, hə, biz bu xalqla qonşu ola bilərik, amma dost ola bilmərik. Məsələ burasında ki, biz bunlarla dostluq üçün kifayət qədər əl uzatdığımız məqamlar illər oldu. Yəni biz 1905-ci il, yəqin ki, Cəfər Cabbarlının əsərlərini hamımız oxumuşuq. Biz aşağı yuxarı baxıram ki, bir nəslini söz edəcəm. Səyid Ordubadinin Bəli, 35-ci il bəli. əsəri. Bəli, o da var. Sonra Cəfər Cabbarlının o Allah verdi, imam verdi məsələsi, o da 1905-ci illəri əhatə edib. Yəni, bu əsərlər yazıldı, sonra dost olduq, sonra kirvə olduq, sonra nə bilim, xüsusən bizim İmişli regionu həmişə tərəkkəmə regionu olduğuna görə get-gəlimiz olub, həmişə Ermənistanla o ərazilərdə əlaqələrimiz olub. Yəqin ki, xatırlayırsınızsa, biz yaylaqlara, dağlara gedəndə həmişə o ərazilərə yaxın gedirdik və çox vaxt bizim dükan bazarlıqlarımızı, hətta məktəblilərimizin birinci sinifə dərs bazarlıqlarını Ermənistanın müxtəlif şəhərlərindən edirdik. Həm Gorustan, Basafkeçərdən və s. və ilaxır. Yəni, biz bunlarla nə qədər dostlaşdıqsa da, sıxlaşdıqsa da, Sovet ideologiyasının təsir altında o SSR-nin qardaşlıq, nə bilim, 15 qardaş respublika, bu kimi ideoloji prinsiplərin altında nə qədər formalaşdıqsa da belə, tarix sübut elədi ki, bu xalqlar, Ermənistanın erməni xalqı hər zaman evdə körpəsini də böyüdəndə, biz onlara dost qardaş deyəndə, onlar bizi öz uşaqlarına düşmən obrazında təqdim ediblər. Və bu düşmənçiliyin də nəticəsi sözsüz ki, 93-cü ildə bizim işğalla təbii ki, burada Rus ordusunun böyük xidmətləri oldu. Azərbaycanın Ermənistanla birbaşa direkt üz-üzə gəldiyi məqamda biz məğlub olası deyildik, amma həm də daxili xəyanətin də burada çox böyük rolu oldu. Bilirsiniz ki, o vaxt az qala biz Xan kəndini artıq boşaltmaq ərəfəsindəydik. Bu artıq başqa bir mövzudur. Amma məsələnin mahiyyətində dayanan oldu ki, deməkdə məqsədim odur ki, artıq biz bundan sonraki nəsillərə həmişə ötürməliyik ki, biz ermənilərlə dost ola bilmərik, qardaş ola bilmərik, kirvə ola bilmərik. Bu münasibətləri dayandırmaq artıq bizim üçün əbədiyyət. Qonşu olmaq zorundayıq. Bu günləri Paşinyanın apardığı siyasət, o 44 günlük savaşdan sonraki məğlubiyyət siyasəti və ermənilərin tam olaraq savaşı uduzması bu prosesdə öz həlledici rolunu, nöqtəsini vurur. Yəni, artıq onların da fikirləri ondan ibarət ki, bu xalqlar biz qonşu olmalıyıq, iqtisadi əlaqələr qurulmalıdır. Bilirsiniz ki, Zəngəzur dəhlizi ilə bağlı artıq işlər gedir. Amerika Birləşmiş Ştatlarının bu məsələyə müdaxiləsi var. Yolumuzun Trump nəqliyyatı deyilən bir, dəhlizi deyilən bir yeni nəqliyyat infrastrukturu ilə bağlı çox ciddi məsələlər var. Bu, şərqi, qərbi və bütün Asiyanı birləşdirən çox nəhəng bir kommunikasiya olacaq, infrastruktur olacaq və burada da Azərbaycanın təbii ki, çox ciddi ekonomik maraqları o öz əksini tapacaq. Yəni, inşallah ki, bizim düşüncəmiz də bundan ibarət ki, biz artıq düşmən xalq üzərində qalib olduqdan sonra biz nəticə etibarıyla nə etməliyik? Qərbi Azərbaycana qayıdış məsələmizi ortaya qoymalıyıq. Çünki Qərbi Azərbaycan aşağı yuxarı 500 minə yaxın insanın taliyindən söhbət gedir, ailələrin taliyindən söhbət gedir. Oradakı qəbirlər və öz yaxınlarının dəfin yerlərindən, qəbrəstanlıqlarından söhbət gedir. Hansı ki, belə deyək də, bizim hər birimiz fürsət tapan kimi Novruz bayramında, digər bayramlarda, ad gün törənlərində, nə bilim, atamız, anamız, Allah ölənlərimizin hamısına rəhmət eləsin, qardaşlarımız, bazılarımız, həyatdan gedən əzizlərimizi xatırladıq, yada düşən kimi dərhal imkanımız var ki, gedək ən azından onun qəbrini ziyarət eləyək, bir gül qoyaq, ağlayaq, nə bilim, sakitləşək, onunla bir mənəvi diyalog quraq, yəni bu imkanlar bizdə var. Amma təəssüflər olsun ki, həmin o Qərbi Azərbaycandan olan soydaşlarımız hələ də bu imkanlarından belə deyək ki, məhduddular. Söhbət ondan getmir ki, təbii ki, orada Ermənistanlı artıq onların o qəbirlərini, o tarixi abidələri, məscidləri, digər bizim tarixi məskunlarımızın hamısını yer üzündən siliblər. Sadəcə o ərazinin özündə elə dayanıb, onların ruhuna bir dualar oxumaqları onlar üçün böyük bir, deyək ki, rahatçılıqdır. Mən düşünürəm ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasında məqsədi, mahiyyəti budur. Deportasiya qurbanlarını edə biləcəyimiz dəstəyin də mahiyyəti bundan ibarətdir ki, deportasiya olmuş xalqlar heç olmuyor ildə bir dəfə, 3 dəfə öz
tarixi dədə baba yurdlarına gedə bilsinlər, gələ bilsinlər, onların təhlükəsizliyinə təminat yaradılsın. Və bütün bu mənalarda mən düşünürəm ki, hədəfimiz doğrudur. Dövlətimizin bununla bağlı bizə verdiyi istiqamət doğrudur. Biz Qərbi Azərbaycana qayıdış məsələlərini hər zaman gündəmdə saxlamalıyıq. Fərqi yoxdur. Mənə sual verirlər ki, sən də Ermənistanlısan, düşünmüsən bu Qərbi Azərbaycan söhbəti ilə bağlı tədqiqatlar, layihələr edirsən. Deyirəm ki, mən Ermənistanlı deyiləm. Deyirəm, mən İmişlidənəm, əslində gedib çıxır Ərdəbilə, nənəmin babamın dediyinə görə. Cənubi Azərbaycana gedib çıxır. Götürsək çoxumuzun. Amma bu mənim üçün bir vətəndir. Mənim vətəndaşlarımdır. Bu Azərbaycanlıdır. Bu Qərbi Azərbaycanın özü artıq Azərbaycanın bir qədim itirilmiş torpaqlarımızdır və bu xalqların uğrunda hansısa bir addım atırsa, bu məsələ ilə bağlı ölkə və daxilində deyiləm də beynəlxalq səviyyədə işlər görülüksə, bu bizim üçün çox böyük bir xoşbəxtçilikdir və bizim üçün xidmətdir. Mən sizə deyim ki, bu istiqamətdə bu artıq bizim 4-cü tədqiqat layihəmizdir və bu tədqiqat layihələrin içərisində də dediyim kimi, ötən il Belarusun paytaxtı Minskdə böyük bir konferans keçirmişik. Bu il ötən ayın 26-27-sində İstanbulda çox böyük, maraqlı bir beynəlxalq konferans keçirmişik. Həm də fotosərgi etdik orada, həm Xocalı soyqırımıyla bağlı olan fotosərgilər, həm də Qərbi Azərbaycanın Ermənistandan insanların deportasiya olunarkən onların soyqırımı ilə bağlı fotosərgidə fotostendlər öz yerini aldı. Mən düşünürəm ki, nə vaxtsa biz İmişlidə də belə bir foto sərgini təşkil edə bilərik. Əgər Heydər Əliyev Mərkəzi bununla bağlı təşəbbüs göstərsə, biz öz dəstəyimizi sözsüz ki, edərik. Yəni, bu çox maraqlı bir ideyam. Mən düşünürəm, bunun dalıca düşünməyə biz birgə düşünüb nəsə bir konsepsiya edə bilərik. Belə, mən dediklərim bu qədər. Mən bir daha sizə təşəkkür edirəm. Yəqin ki, siz rayonumuzun ayrı-ayrı müəssisələrindən, iş yerlərindən gəlmişsiniz. Mənim üçün də maraqlı olar. Bu kadr arxasından kənar bir sizlə bir 5 dəqiqəlik də tanışlıq diyaloq olur. Ondan sonra suallarınız olsa cavablandırarıq, olmasa təbii ki, hər birimiz evimizə gedərik.